Bəli, Avropa 2026-cı ilin ilk ayında güclü qar, şaxta və buzlama ilə qarşılaşıb. Əlverişsiz hava şəraiti bir sıra ölkələrdə nəqliyyatın və enerji təchizatının işində ciddi pozuntulara səbəb olub. Məsələn, Almaniyada meteoroloqlar xəbərdarlıq edir. Planlarınızı dəyişin, evdə qalın. Bugün və sabah yollarda həyat üçün ciddi təhlükə var. Cuma axşamı geç saatlardan etibarən vəziyyətin daha da ağırlaşacağı bildirilir. Qonşu Fransada 101 departament 38-də hava ilə bağlı təhlükənin ikinci səviyyəsi elan edilib. Parisin hava limanlarında bundan başqa deməli uçuş enmə zolaqlarının və təyyarələrin buzlaması səbəbindən təxminən 140 reys ləğv olunub. İl-de-Frans regionunda çox kilometrlik tıxaclar qeydə alınıb. Rəsmi məlumatlara görə son günlər əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən yol nəqliyyat hadisələri nəticəsində Fransada azı 5 nəfər həlak olub. Bundan başqa Niderlandda deməli dəmir yol nəqliyyatı qismən iflic vəziyyətinə düşüb. Milli daşıyıcı sərnişinləri təxirə salınmaz olmayan səfərlərdən imtina etməyə çağırır. Amsterdamın Schiphol hava limanında 700-dən çox reys ləğv olunub, beynəlxalq qatarların hərəkəti dayandırılıb. Polşanın bir sıra regionlarında dəmir yolu əlaqəsi pozulub, qatarlar ləğv edilir, gecikmələr 3 saatı keçir. Almaniyada vəziyyət qeyd edeyim ki, mürəkkəb olaraq qalır. Alman meteorologiya xidmətinin məlumatına görə ötən gecə bu qışın ən soyuq gecələrindən biri olub. Ölkənin böyük hissəsində temperatur mənfi 10 dərəcəyə dək enib, cənub-şərq bölgələrində isə şaxta mənfi 17 dərəcəyə çatır. Sinoptiklər donvurma və infrastrukturun zədələnməsi riskinə dair xəbərdarlıq eləyirlər. Almaniyanın cənub və şərq federal torpaqları üçün sərt şaxta ilə bağlı rəsmi xəbərdarlıq qüvvədədir. Yer gəlmişkən polis də xəbərdarlıq edir. Məsələn, onlar öz rəsmi səhifələrində yazıblar ki, növbəti günlərdə temperatur 2 rəqəmli mənfi dərəcəyə qədər düşəcək. Belə şəraitdə suyun donması adi halda göllərdə və çaylarda görünüşcə möhkəm buz örtüyə əmələ gəlir, lakin bu aldadıcı ola bilər və üzərinə çıxmaq həyat üçün təhlükəli tələyə çevrilə bilər. Sinoptiklərin məlumatına görə soyuqların səbəbi qütb burulğanının zəifləməsi və Avropaya isti Atlantik havanın daxil olmasına mane olan bloklayıcı yüksək təzyiq sahələridir. Mövcud proqnozlara əsasən qış şəraiti, deməli belə soyuq və şaxtalı hava şəraiti yaxın həftələrdə də davam eləyəcək. Çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.